Salam Səs TV-nin əziz izləyiciləri. Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı artıq yaxınlaşır. Bildiyiniz kimi Novruz bayramı öncəsi artıq yarmarkalar təşkil olunmağa başlayıb. Kənddən şəhərə yarmarkası artıq 8 martdan etibarən fəaliyyət göstərir və 19 marta qədər davam edəcək. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat tərəfindən kənddən şəhərə Novruz yarmarkası təşkil olunur. Burada müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar ucuz qiymətə əhaliyə təklif olunur. Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermer iştirak edir. Biz də Səs TV olaraq hazırda bu yarmarkadayıq. Gəlin görək hazırda bu yarmarkada vəziyyət necədir? Sadəcə 7-ci dəfə təşkil olunan Novruz yarmarkamız mart ayının 19-na qədər dəyişməz ünvanımız olan Gənclik metrosu ilə üzbəyüz Atatürk Parkının içərisində davam edir. Bu yarmarkamızda 50-dən çox fermer, 155-dən çox kənd təsərrüfatı məhsullarını satışa çıxardıb və 20-dən artıq regiondan burada fermerlərimiz iştirak edir. Onu da nəzərlərinə çatdırmaq istəyirəm ki, fermerlərimizin yarmarkamız bitənə qədər, yəni mart ayının 19-u da daxil olmaqla yenə də öz məhsulunu satışa çıxarmaq istəyən hər kəs Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzinə müraciət edərək qeydiyyatdan keçib öz məhsullarını təqdim edə bilərlər. Bəs ümumiyyətlə yarmarkada qiymət nədir? Yəni bu digər bazar qiymətlərinə, düşən market qiymətlərinə görə uyğundurmu, münasibdirmi bununla bağlı? Ümumiyyətlə bununla bağlı bizim işçi qrupumuz var və işçi qrupumuz hər gün müntəzəm olaraq bazarlarda, marketlərdə bazar araşdırması həyata keçirdirlər və burada bizim yarmarkamızda fermerlərimiz ödənişsiz olaraq yerlə, piştaxtalarla və tərəzilərlə təmin olunduqları üçün onlara tövsiyə xarakterli məbləğlər təqdim olunur və onlara da yaradılan şərait uyğun olduğu zaman qarşılıqlı şəkildə müştərilərimizə daha münasib, daha uyğun qiymətlər təklif edirlər. Sözsüz ki, qiymətlər məhsulların keyfiyyətindən, sayından və tələbdən asılı olaraq dəyişir. Nilüfər xanım, siz qeyd elədiniz keyfiyyət baxımından. Ümumiyyətlə qida burada olan mallarla bağlı qida təhlükəsizliyi agentliyinin nəzarətindən keçibmi? Yəni ziyanlı bir tərəfləri varmı burada? Bütün məhsullarımız, xüsusilə tamaşaçılarımızı hər zaman maraqlandıran məhsullar olan balıqdır, ətdir, süd məhsullarıdır ki, bunların keyfiyyəti ilə bağlı narahatçılıqları ola bilər, bu normaldır. Amma bizim yarmarkamızda təqdim olunan bütün məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir və bütün yarmarka boyunca da agentliyin səyyar laboratoriyası yarmarkamızın qarşısında fəaliyyət göstərir. Alıcıların hər hansısa bir sualı olarsa və yaxud da hər hansı bir problem olarsa, birbaşa həm onların özlərinə müraciət edə bilərlər və eyni zamanda yenə də qeyd eləmək istəyirəm, Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzi daimi olaraq aktivdir, ora bütün məlumatlarını ötürə bilərlər. Alvarlarımız gedir, yaxşıdır. Cəmaət gəlir, alış-veriş edir, bayramdır. Hansı rayondan gəlmisiniz siz? Hansı rayon? Həsar rayonu Türkan kəndi. Məhsullarınız yəni tərəvəzlə bağlıdır? Hər gögərtim də var, pomidor xiyar da var, brokolim də var. Alıcılar çoxdur yoxsa? Yaxşıdır. Alıcı qabiliyyəti yaxşıdır. Qiymətlər bəs necədir? Qiymətlər münasib. Bazardan ucuzdur. Çox ucuz. Mən brokoli satıram 1 manata öz əyitimdən. Kahıdır. Pomidorun bəs qiyməti nə qədərdir? Xara pomidor. 3.50, 3.80, Türkan kənd pomidoru 3 manata xiyar. Siz də hansı rayon üzrə gəlmisiniz? Daşkəsən dağlarından. Daşkəsən. Bəli. Məhsullar qiymət baxımından neçə manatdan başlayır? Hansı məhsullar daha çox satılır bununla bağlı? Pendir 5 manatdan başlayır, 12 manata, motal pendirlər 14 manata, 15 manata bax.
Baxırda pendirirəm. Ha. Qiymətlər də münasibdir, yaxşıdır. Alıcılar narazılıq eləmir. Bəs sizin bir narazılığınız olurmu yarmarkanın? Yaxşıdır, dövlətimiz sağ olsun, şərait yaradır. Gətirib öz məhsullarımızdır, kənddən gətirək, satıb. Yumurtalar bəs qiyməti nə qədərdən başlayır? Yumurta 30 qəpikdən. Bəli. Çox sağ olun. Belə deyək, məhsullarınız qiymət baxımından neçə manatdan başlayır, nə məhsullar satırsınız? Bununla bağlı məlumat verə bilərsiniz? Abi quru meyvələrdir, çərəzlərdir, qoz fındıqdır. Bütün meyvələrdən var da. Yəni. Çərəzlər 3 manatdan 10 manata kimi çərəzlər var. Ən çox yerli məhsullar olur da, yəni başqa digər ölkələrdən olan məhsullar olurmu sizdə? Yox abi, biz təsərrüfatçıyıq da, yalnız yerli məhsullar, Qəbələ məhsullardır. Öz məhsullarımızı satırıq. Sağ olun. Sizə Siz də. uyğundurmu bu qiymətlər? Yarmarkanın təşkil olması sizin üçün uyğundurmu? Bəli, bəli. Niyə uyğun deyil? Yaxşıdır, çox yaxşıdır. Razısınız yarmarkanın Razıyıq, qiymətlərindən? bəli, razıyıq. Bizdə mürəbbələr, turşular, sonra sirkə, alma sirkəsi, sonra kompotlar, bəkməzlər, bal. Alıcı baxımından razısınız, alıcılar olur. Bəli, maşallah, yaxşıdır. Yaxşı. Qane eləyir. Qiymətlər bəs belə deyək, uyğundurmu? Yəni həm yarmarkanın olduğu standart qiymətlərdən uyğundurmu yoxsa yox? Bəli, özləri qiymət qoyur, həm də bazardan deyək ki 10%, 15% aşağı. Siz bir alıcı kimi razısınız bu yarmarkanın kəsilməsi? Çox gözəl. Qiymətlər bəs uyğundur sizə? Qiymətlər də belə də indi təzə girmişik, görək nə tər olacaq indi. Baxa görə yaxşı olar inşallah. Əlbəttə kətdən gəlibsə şəhərə, bu hər halda əlverişli olar. Başqa bazarlara baxan deyəndə. İndi təzə girmişik, görək nə tər olur inşallah. Yarmarka ilə bağlı fikirlərinizi almaq olar. Sizə görə uyğundurmu yarmarkanın qiyməti? Uyğundur, çox gözəl təşkil edirsiniz. Halal olsun sizə. Başdan gələn bayramınızı təbrik edirəm. sağ olun. Xalqımıza əmin-amanlıq arzulayıram. Çox gözəl təşkil edirsiniz. Qiymətlər sizə görə münasibdir, yəni. Münasibdir bəli. Çeşid bəs çeşid bolluğu sizə görə Çers polu da yaxşıdır. O yazdığı qiymətdən biraz düşdü aşağı. Sağ olsun. Allah bərəkət versin. Allah bazar versin. razısınız yarmarkanın kəsilməsindən? Hələlik zəiflikdir də görmürsən. Hələlik zəiflikdir, amma ümumiyyətlə yaxşıdır da. Cəmaata biraz köməklik eləyirlər, yenə azdan çoxdan. Mən Gəncədən gəlmişəm. Öz məhsullarımı gətirmişəm, təsərrüfatımı. Baldır, lavaşdır, nə bilim simtandır, pendir, şor gətirmişəm satmağa. Bəs alıcılar Alıcılar var şükür, razıyam. Alıcılardan da razıyam, bazarın işçilərindən də. Bəs qoyulan qiymətlə bağlı. Qiymət isə aşağı qoymuşaq. Qiymət 30 manat, 35 manata nağaraq məcbur satmalıyıq.